Salam, hörmətli valideynlər, hörmətli müəllimlər, hörmətli şagirdlər və hörmətli qonaqlar. Sizin hər birinizi bugünkü bayram münasibətindən təbrik edirəm. Bu günləri ölkəmizin hər yerində, hər köşəsində torpaq çərşənbəsi bayramı günü kimi qeyd olunur. Bu günləri bizim hamımız Novruz bayramı ərəfəsindəyik. Qarabağımızda, Şərqi Zəngəzurda, ölkəmizin bütün bucaqlarında ilin axır günü qeyd olunur, torpaq çərşənbəsi qeyd olunur. Bu bayram münasibəti ilə sizin hər birinizi təbrik edirəm. Bu bayram, yəni biz azad şəkildə, müstəqil şəkildə, rahat şəkildə bu bayramı keçirdə bilirik. Şükür ki, torpaqlarımız ordumuzun sayəsində, Ali Baş Komandanımızın sayəsində azad olmuşdur və bu günləri Xankəndində tonqal yandırılacaqdır. Eləcə də bütün ərazimizdə, Azərbaycanın hər yerində tonqal yandırılacaqdır. Yəni bu çox da asan olmuyor ki, biz qələbəni əldə eləmişik. Bu şəhidlərimizin, qazilərimizin sayəsində olubdur. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımıza, ordumuza can sağlığı versin ki, onlar həmişə bayrağı zirvələrdə, hündürlüklərdə ucalda bilsinlər. Bir daha sizin bayramlarınızı təbrik edirik. Sağ olun. Ne oldu? Sen çıktın. Bana yok ki sen çıkmıştın. Sen çıkmadın. O da bir kadın. Ağlayamam. Ben çıkıp bundan sonra bir kalktım. Ben kaç avladım?